Kərkicahan qəsəbəsi işğaldan azad edildikdən sonra burada həyat yenidən canlanmağa başlayıb. 30 ildən artıq məcburi köçkün həyatı yaşayan insanlar indi doğma torpaqlarına qayıdaraq yarımçıq qalan ömürlərini tamamlayır, xatirələrini gerçəyə çevirirlər. Böyük qayıdış nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi Xankəndi və ətraf rayonlarında da bərpa, quruculuq işləri həyata keçirildi. Eləcə də hal-hazırda olduğumuz Kərkicahan qəsəbəsində də yeni evlər tikildi və bərpa edildi və ötən ilin dekabr ayında 35 ailə öz dədə-baba torpaqlarına yiyələndi. Bu torpaqlar bir vaxtlar səssizliyə bürünmüşdü. Bugün isə burada həyatın səsi eşidilir. Hər addımda quruculuq, hər küçədə yenidən doğulan bir ümid var. Kərkicahan artıq yalnız keçmişin ağrısı deyil, gələcəyin ünvanına çevrilir. Qəsəbədə aparılan geniş miqyaslı tikinti və bərpa işləri nəticəsində müasir yaşayış infrastrukturu yaradılıb. Yenilənmiş evlər, abad küçələr, çəkilən yollar bu ərazilərə yeni nəfəs gətirib. İllərlə həsrətində olduqları evlərinə qayıdan insanlar üçün bu torpaqlar indi yalnız xatirə deyil, yeni həyatın başlanğıcıdır. Ən birinci dövlətimizə təşəkkür edirəm. Dövlətimiz var olsun. Belə bir evdə bizi yerləşdirdi. Qalan vallahi uşaqlar da işləyirlər. Bilirsiniz, indi tam gələcəyə ümidimiz var. Yerləşmişik, sakinik. Kərkicahanda təhsil sahəsi də dirçəlir. Qəsəbədə inşa olunan yeni məktəb artıq uşaqların gülüşü ilə doludur. Müasir standartlara cavab verən sinif otaqları, geniş və işıqlı mühit gələcəyin savadlı nəslinin yetişməsi üçün möhkəm zəmin yaradır. 12 yanvar 2026-cı tarixdən məktəbimiz fəaliyyətə başlayıb. Məktəbimizdə sinif otaqları geniş təchizatla təmin olunub. Müəllimlər, pedaqoji fəaliyyəti yüksək olan müəllimlərdir. 30 ildən sonra bu torpaqlarda dərs demək, bu torpaqlarda fəaliyyət göstərmək bizim üçün qürur və sevinci yaşadır. Buna görə də mən başda Ali Baş Komandanımız olmaqla cənab prezidentimizə təşəkkür edirəm və şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfaət edirəm. Bir vaxtlar susan bu torpaqlarda indi məktəb zəngi səslənir. Sinif otaqlarında uşaqların səsi, müəllimlərin səmimi izahları Kərkicahana yeni ruh bəxş edir. Burada yaşamaq, çalışmaq böyük bir qürurdur. Burada şagirdlərə həm elm, həm də vətən sevgisi aşılayırıq. İnanıram ki, burada yetişən gənclər Azərbaycanın gələcəyini daha da gücləndirəcək. Burada təhsil çox gözəldir. Oxumağımız üçün hər bir şəraiti yaradıbdılar. Gələcəkdə jurnalist olmaq istəyirəm. İllərin ağrısı artıq sevincə çevrilib. Uşaqlar ata-baba torpaqlarında böyüməyin qürurunu yaşayır, gələcəyə ümidlə baxırlar. Mən fəxr edirəm ki, Qarabağ torpaqlarında fəaliyyət göstərirəm, uşaqlara təhsil verirəm. Onlar bizim gələcəyimizdir. Çalışdığımız qədər, əlimizdən gələn qədər çalışırıq ki, uşaqlarla gözəl münasibət qurub onların gələcəyini parlaq edək. İnşallah ki, buna da nail olarıq. Burada oxuduğum üçün çox sevinirəm və çox şadam. Mən sinif müəllimlərimdən də çox razıyam, bütün müəllimlərdən. Mən orada da yaxşı oxumuşdum. Burada da oxumağa davam edirəm. Bu məktəbi çox sevirəm. Yaxşı təhsil alırıq. Böyüyəndə həkim olmaq istəyirəm. Bu qayıdış yalnız evlərə deyil, bu xatirələrə, uşaqlığa, itirilmiş illərə qayıdışdır. Bu, bir xalqın ruhunun dirçəlişidir. Kərkicahan bugün yenidən yaşayır. Burada qurulan hər ev, əkilən hər ağac, səslənən hər uşaq gülüşü gələcəyə verilən ən böyük mesajdır. Həyat davam edir, ümid yaşayır. Anar Şuşalı, Təxminə Babayeva, NTV Xəbər, Xankəndi.